Qarın ərdən pəhriz varmı? Endokrin həqiqət nədir və ən böyük məyusluq haqqında danışmaq istəyirəm. Bir cümləni demək olar ki, hamı deyib və ya eşidib ki, mən arıqladım, amma qarnım getmədi. Bəzilər deyir ki, üzüm arıqladı, qollarım incəldi, çəkim azaldı, amma güzgüdə baxanda eyni yer yenə qalır. O da qarındır. Və bundan sonra nə baş verir? İnsan özünü günahlandırmağa başlayır. Deməli, az istəmədim. Deməli, kifayət qədər çalışmadım. Deməli, məndə iradə problemi var. Amma gəlin bu nöqtədə biraz dayanaq. Çünki burada çox vacib bir həqiqət vardır. Qarın yağının qalması çox vaxt iradə ilə əlaqəsizdir. Əgər bu belə olsaydı, eyni pəhriz edən, eyni məşq edən hamıda nəticə də eyni olardı. Amma təəssüf ki, eyni olmur. Mən bunu klinik praktikamda çox rastlayıram. Qarşıma bir qadın oturur və deyir: "Doktor, mən az yeyirəm. Axşam heç yemirəm. Şirniyyat yemirəm. Hətta ac qalıram." Və sonra da əlavə edir ki, "Amma qarnım getmir." Bu nöqtədə mən artıq pəhrizdən danışmıram. Mən bədəndən danışıram. Çünki bədən bəzən bizə mesaj verir. Mən təhlükədəyəm, mən bu yağı buraxmayacağam. Və bu mesajı yeməkdən yox, hormonlardan tapmaq lazımdır. İndi gələk əsas suala. Qarın yağı niyə bu qədər israrlıdır? Birincisi, insulin və qarın yağının əlaqəsi vardır. Qarın bölgəsində yağ toxuması insulinə daha həssasdır və əgər insulin tez-tez yüksəlirsə, dalğalanırsa, yağ yandırılması bloklanır. Bədən saxla rejiminə keçir və bu zaman insan az yesə belə bədən o yağı buraxmır. İkincisi, kortizol stres hormonudur. Əgər uzun müddətli stresimiz varsa, bədən bunu təhlükə kimi anlayır və kortizol qarın bölgəsində yağın yığılmasını stimullaşdırır. Bu bioloji bir mexanizmdir, bu psixoloji zəiflik deyil. Üçüncüsü tiroid hormonları. Tiroid hormonları yavaş olduqda metabolizmdə zəifləyir, bədən enerjiya qənaət rejiminə keçir və ən asan qənaət yolu da yağı saxlamaqdır. Niyə məhz qarın? Çünki qarın yağı hormonlara daha həssasdır. Daxili orqanları qorumaq üçün seçilir. Bu səbəbdən qarın ərdən pəhriz bioloji olaraq mövcud deyil. Bəs nə edək? Bu nöqtədə göndərəcəyim vacib mesaj budur. Problemi yanlış yerdə axtarmayın. Nə edirik? İlk olaraq qarın yağını estetik yox, metabolik siqnal olaraq görürük. İkincisi, insulin balansını qiymətləndiririk. Üçüncüsü, stres və yuxunu ciddi faktor kimi qəbul edirik. Dördüncüsü, tiroid funksiyasını qiymətləndiririk. Beşincisi, pəhrizimizi cəza yox, bədənə uyğun strategiya kimi qururuq. Və burada endokrinoloq sizcə niyə önəmlidir? Çünki hər qarın yağı eyni səbəbdən yaratmır. Hər pəhriz, hər bədən üçün uyğun deyil və hormonları bilmədən kör-körənə onlayn pəhrizlərlə tez-tez uğursuzluqlarla rastlaşacaqsınız və doğru hormon balansı olmadan da qarın yağından qurtarmaq mümkün deyil. Və bu videonu paylaşaraq siz kimsə arıqlatmayacaqsınız, ola bilər. Amma bir çox insanı özünü günahlandırmaqdan xilas edə bilərsiniz. Qarın yağı tənbəllik əlaməti deyil. Bu bədənin verdiyi bir mesajdır və bu mesajı düzgün oxumaq bəzən bir insanın öz bədənlə münasibətinin dəyişməsinə səbəb olar. Paylaşın ki, insanlar özlərinə qarşı daha ədalətli olsunlar. Özünüzdən müğayət olun və kanalıma abunə olmağı, videonu bəyənməyi, suallarınızı isə şərhlərdə yazmağı unutmayın. Sağ olun.